Bağışlayan və mehriban Allahın adı ilə. Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurmuşdur. Hər kim dilini saxlasa, bütün günahlardan amanda qalır. Bəli, gördüyümüz kimi bir çox günahların mənşəyi elə bizim dilimizlə bağlıdır. İslam demir ümumiyyətlə danışma, ağzı və sual otur. İslam bizi faydasız söhbətlərdən, faydasız fikirlərdən və düşüncələrdən uzaqlaşdırır. Əgər bir sözün, söhbətin, əgər bir məsələ sənin şəxsiyyətini alçaldırsa, sənə bir mənəvi fəzilət qazandırmırsa, onu söyləməyin nə mənası var? Ona görə də ağamız Mövlamız İmam Əli əleyhissalam gözəl buyurub. İnsan dilinin altında gizlənib. Bəli, danışmağa başlasa, fəziləti və rəzaləti açıq şəkildə bilinir. Uca Rəbbimizdən də arzumuz və diləyimiz odur ki, bizi boş və bihudə danışmaqdan qorusun, dilimizi daim ilahi kəlamlar və Peyğəmbər hədisləri ilə və zikirlərlə məşğul etsin. Amin inşallah.